Allah mübarək eləsin qardaş. Bura Sarxanlı toyda. Bura Sarxanlı toyda. Gəlmişik Sarxanlıya işləməyə. Deyəndə deyirlər qadir bəzi yerləri tərifləyirsən. Valla mən tərifli yerlərini mən tərifləməliyəm. Bəzi yerlər var ki, getsə, Afsiyantı elə sifət görkədir, özün elə aparır. Mən bilmirəm bu kimdir, nətidir. Yəni mən heç adam da saymıram ha. Mən yəni sən qapıya getdiyim, o biləcək kimi deyirəm. Çox peşman oldum. Yəni sən bu Afsiyantlardan aşağı adamsan ha. Yəni özü yuxarıdan tutma. Yəni sən bu işləyən qapılarda polis tutanlar var, onlarda sən aşağısan. Allah mübarək eləsin. Bu Sarxanlı toyuna gəlmiş, Quran and olsun. Adamı elə dindirirlər, elə danışdırırlar. Sarxanlılar mədənidir, ziyalı evi. Nə bilim, hamısı vəzifədə işləyən insanlardır. Adamı elə dindirir, adama ləzzət edir. Adam da ürəkdən işləyir. Gör nə iş çıxardırıq. Səliqəli, hamısı kül qapısına kimi, suyuna kimi, hər bir şey kak palojuna gedir. Belə qapıda kim işləməsin? Adamı şirin, mehriban verib ki, gələ, toy səyəndə. Ürəkdən işləmir. Biz də bu ürəkdən işləyirik. Yoxsa Afsiyantın üstünə qışqırır. Elə bir Afsiyant var, uşaqdır, nədir? Sən kimləri mən əlimin altında işlədirəm.